Salam əziz şagirdlər. Bu gün to be due to be about to arasında olan fərqə baxacağıq. Deməli fikir versəz to be due to nəsə planlaşdırılmış, gələcəkdə baş verməyi dəqiq olan hər hansı bir hadisə üçün istifadə olunur. Məsəl üçün, the train is due to arrive at 6. Qatarın 6-da gəlməyi gözlənilir. Yəni bu qatar hal-hazırda gəlmir. Yəni dəqiqləşdirilib ki, qatar saat 6-da gələcək. Yəni bu planlaşdırılıb. To be about to da isə hadisə dəqiq bir vaxtda baş verməyəcək. Yəni hadisənin dəqiq bir vaxtda baş verməyi gözlənilmir. Mənası indicə birazdan kimi olur. Və burada dəqiq vaxt gördüyünüz kimi yoxdur, dəqiq vaxt verilmir. Və hadisənin olmağı dəqiqdir və birazdan baş verəcək. Yəni qısa bir müddətə baş verəcək. Məsəl üçün, the doctor is about to arrive soon. Həkim birazdan gəlir. Yəni dəqiq vaxt verilməyib bizə. Nə vaxt gələcək, 1 saatdan sonra gələcək və yaxud sabah gələcək yox. Yəni anında, birazdan həkim gəlir, bu şəkildə olur. İndi isə DİM 9-cu sinif toplusundan buna aid suallara baxaq. Deməli, gəlin ilk öncə 126-cı suala baxaq. Deməli, leave for the meeting. Fikir versək, burada bizə dəqiq vaxt verilməyib, dəqiq zaman yoxdur. Biz demişdik ki, bu to be about to dəqiq vaxtla ifadə olunmayan hərəkətlərdə işlədilir. Və gördüyünüz kimi, burada dəqiq vaxt yoxdur. Deyirəm ki, I am about to leave. Burada zaten A, B, C variantları ümumiyyətlə səhvdir. D və E variantları arasında qalmışıq burada. Dəqiq vaxt olmadığına görə, yəni dəqiq bir gözlənti olmadığına görə biz istifadə edirik. I am about to leave for the meeting. Yəni mən iclasa birazdan gedirəm, mən iclasa getmək üzrəyəm. Əgər 127-ci suala baxmalı olsaq, the flight arrive at 6 p.m. Fikir versək, burada bizə dəqiq vaxt verilib. Yəni bizə deyir ki, burada tutaq ki, təyyarə saat 6-da çatacaq. Yəni təyyarənin çatmağı saat 6-ya gözlənilir. Zaten burada da bayaqki kimi is due to, is about to variantlar arasında qalırıq. Digər variantlar yanlışdır. Və burada fikir versək, dəqiq vaxt verildiyinə görə, yəni hərəkətin planlaşdırıldığına görə rahat şəkildə is due to variantını seçə bilərik. Bu şəkildə.